bıraktılar, atıp gitti oy. Koltuğundan gedirir. Benim ağrı kalem, ben de Kazaklıyam. İndi ancak Aksafalı'yım. Yani bölündü ona göre. 3 evladım var, 2 kızım, 1 oğlum var. Allah salamat eylesin. Biri burada, kızım bir burada yaşayır. O birisi kızım rayonda yaşayır. Çok xoşbəxtəm. 9 dənə evim var. Birincidə Ərsəbə geçişdə Səmədi Məmməd 10'du. Biz ikinci yere gidiyoruz. Şükür Allah'ın büyüklüğüne. Öz evimin adını, oğul adını öz adını koymuşam. Hafizdir da. Adıyla böyüsün. Çok xoşbəxtəm. Görüşdük. Çok xoşbəxtəm ki, belə dostlarım, belə tərbiyə dostlarım olur. Bir şükür 9 nəvəm var dediyim kimi. Hamısı da məmnun, hamısı da gözəl, ali təhsilli, həkim, müəllimə, belə. Oğlum da biznesmen. Yəni sağ olun. Bugünkü gündə hamınıza xoşbəxtlik arzulayıram. Sağ ol. Öpürəm hamınızı, var olun, həmişə xoşbəxt olun, həmişə bir yerdə olun. Hafız Kazaklar yaxşı şehir değil axı. Biz şey... Ben bir de söz deyərəm, daim şehir deyəm. Aksafalıdır, Kazaklı değil. Fərqi yoxdur. Sən məni bağışla, müqəddəs ana, deməsəm, yazmasam, küsər atarlar. Belə bir şehir var, bütün Allah ölənlərə rəhmət eləsin. O da şair olur, mənim babam da şair olur. Babam həm də mollu olur, oxumamış mollu olur. Yəni biz o nəsildənik. Və onu rahat bilir. Şacara var. Bizim kəhrizi var, bizim kəndin ortasında. Mesela 50 uşaq var. Onun mənim nənəmin atası çəkir. Yəni kəlmalar kişi. Yəni sağ olun, var olun. Gələrsiniz, görərsiniz. Sağ ol Hafız, sağ ol. Qəşəng. Sağ olun, sağ olun. Bir de deyim, Mehmet Rauf... Amir de değil. Şey, asmamışdım, ben ona göre deyirəm, üzr istəyirəm. Mən deyirəm, Mehmet Rauf Ağalıoğlu. Bəs, buyur. Demek iki evladım var. Allah salamat eylesin. Biri oğlan biri kız. 6 nevim var. Oy maşallah. Bak, ne güzel. 19 yaşı var, adamın üstünde okuyor. Özüm de işləyirəm hələ ki, Allah can sağlığı verir. Hələ ki işləyirəm, tikirdə, ofisdə mühəndisim. Belə. Allah hamiyətən sağlığı versin. Amin. Allah ömür versin. Allah bizi görüşdürənə min şükür olsun. Bir şehir diyebilirsen bir şehir. O şehri kazanır. Gələn dəfə eliliydim Allah'ın sizinle şehir. Tikinti haraç. Sağ ol. Rauf sağ ol. Sen niye sağ ol? Çok şükür, Rav. Elseva sağ ol, Elseva. İşe yeni karalım sanki. Abi icazə ver Əflatun bir tane söz desin de. Əflatun buyur. Dolan bugün grup yoldaşlarımızla görüşməkdə. Çox şadam. Çox şadam. Həmişə belə görüşlər mütəmadi olsun. Sağ ol. Mən hal-hazırda işləyirəm, həm də pensiya alıram. 2 oğlum var, 2 nəvəm var. Allah hamının xoş günlərin qismət eləsin inşallah. Belə görüşlərimiz olsun. Bir-birimizdən əlaqə saxlayaq, görüşək və keçmiş günləri necə yad eləyək. Bu ruhan hamını mənə gəlir ki, keçmiş illərə qaytarır, cavanlaşdırır. Yəni bu görüşlər bizdə xoş təəssürat bağışlamalıdır. Və gələcəyə daha doğrusu hamıya can sağlığı versin ki, gələn növbəti illərdə də elə bu saslarda tərkibdə görüşək. İnşallah. Bir də şey deyim, Yox, gəl məndən də gəlsin. Şamil qardaşım bayaq dedi, yəni biz hər birimizin borcudur. Qrupdan rəhmətə gedən uşaqları hər vaxt yad eləyək, onlara Allahdan rəhmət diləyək. Qalan qrup üzvlərimizin hamısına can sağlığı arzu edirəm. Həm böyük neymət can sağlığıdır. Allah da imkan versin ki, belə görüşlərimiz olsun. Sağ ol. Sağ ol Əflatun, sağ ol, var ol. Yerimizdir. Var. Biz neçənci kurs olanda Gülağa deyirdik. Rəşad kursda qaldı. Kim deyər? Birinci kursda. Yok, birdi. Rəşad birinci kursda çıktı. Sıraya getdi. Mayıs Mən dedim ki, bir şeydəsin. Zaman Rəşad mənə məktub yazdı. Şamil Ləndə sporaşırdı o günlər. Orada Surat Riyadda. Bu məktub gəldi.
mən məktubu oxudum, ağladım. Buyur. Bir gözə qəşəng şey yazmışdı. O elə ki, kursda qalmağına görə. Yaxşı ədəbiyyatçı, yaxşı qələm var. Rəşadın. Rəşadın yaxşı qələm var. Ay, zafi. O şeir mənim öyrəncilərim yadımdan çıxıb. Ancaq Rəşadın şeir mənim yadımda. Çünki o vaxt yerə təsir edib ki, deyir, kövrəkdən də kövrəkdir qəlbim mənim. Vay vay. Burada məskən salıb qənim kədərim. O yazır ha. Özü için. Bu kədər qəlbimi yandırıb yaxır, həmişə arxamdan boylanıb baxır. Mən olmaq istərkən kədərdən uzaq, o həmdəmin olur yaxınlaşaraq. Bizə deyir, siz ey dostlarım, mehriban mənim, sizlərdən ayrılmaq çətindir çətin, ayırdı dəstədən məni bu kədər, alaraq baxdımı o hədər. Bir də o günlərə qayıtmaq üçün, o günlərlə yenidən yaşamaq üçün, xəyalımla yol açıram qəlbimə, buradan baxıram o günlərimə. Onu Rəşad yazdı, onu mən oxudum, ağladım. El çalın, el çalın. Ne güzel, ne güzel. O yaxşı bürolara baxırdı, kitablar oxuyurdu. Bir dənə beyt yazdım, bir beytin deyəcəm. Yazdım ki, həyatın yolları eniş yoxuşdur. Burada şərlənmə var, kədərlənmə var. Bir insan kədərlə yaşarsa tamam, bir gün xoşbəxti ilə yaşayar inan. O da o yerdə çəkdi bizə, institut tutardı. Mənə deyir ki, şəkil çəkmişəm. O şəkil dururmu? Hər dəfə mən almışım. Sənin şəklin yoxsa sənin şeirin durur mənim qəlbimdə. Mən öz şeirim yadımdan çıxır, sənki mən durur yəni. O kəndini baxdı təsir olur. Sağ ol, sağ ol. Ben 104 yazdım, tas bir saat 5 yazdım. Ay yok. Qazaqlı yasa çalmalı, yer deyim. Sağ ol Elcəmal. Sağ ol. Sağ ol Münavir. Sağ ol. Buna 100 vurma olar. Buna 100 vurma olar. Kövrətdin ha, el çalın. Kövrətdin. Ha, nətər əzbər dedi ha. Çok güzel, çok güzel, çok güzel. Əhməd var. Gecikmək belədir. Sən buralarda olursun. Sağlıq demir. Göz dəyməsin sənə cavan oğlan. Ne göre gelsin. Təyinatı aldım neft şirkətindən 47 il səfasəsiz orada işlədim. Yalan diyor yani. Bir yerdə, bir yerdə. Ay boş şirketler. Nə olsun, çəksin də. 23-də pensiya çıxdım. Dəqiq. Əsli də dayı işləmə. O dedi, harada işləyirsən, bu dedi, harada işləyirsən. Dedim, dayı, qəbrə qədər işləməyəcəm ki. 22'də 2 uşağım var da, bilirsiniz ya, yaşadıqsa. Bir oğlan, bir qız idi. Allah sağ olasın. Qız 38 yaşında, 22-ci ildə rəhmətə getdi. Allah rəhmət eylesin. Oğlan da... Başın sağ olsun ha kardeş. Oğlan da 2 nəvəm var, o bir qız, bir oğlan, bir qız Almaniyadadır. İndi onlar gəlib eləyəndə, onların qulluğunda məcburam, getməliyəm, tutmalıyam. Onlar da olmayanda, dədənənə 85-87 yaşındadılar. Kətdə. Kətdə Yaşayır mı ya? yaşayır, qulluğunda dedim, 87-85 yaşında qulluğundayım. Çağıranda gəlirsiniz, şükür olsun Allaha ki, görüşürük, sifətirik. Keçən səfər İsa'nı görmədim. İsa gəlməmişdi, sonra biraz da adam biraz istər-istəməz narahat olur. İsa gəlmişdi bu. O isə gəlməmiş. Hepsi yerler. Gece İsa gəldi. Sen de yapacaksın. Allah qalanlara can sağlığı versin. Dünyasını dəyişənlərə də rəhmət eləsin. Bunu bir-birimizə çox görməyək rastlaşanda. İndi danışığımızı da bilməliyik. 70'ə çatır da, düzdür? Geçdi 70'ə çatır. Kimsə 76 deyib. Yaşın nə fərqi var? Yaşım yox, yaşım fərqi var. Hər müəyyən yerdə müəyyən cür, hər cür danışmaq olmaz. Ailədə, ondan sonra dost yanında, ondan sonra məclislər, tanımadığın adamların yanında ağzımı açıb
tapbatırıb bıraxım geçsin olmaz ya. İndi Kapadı bırak. məsələn Rauf da, Şamil də tələbə vaxtı, sən də bizə gəlmisən tələbə vaxtı, görüşmüşük. Bunlar biz çox gələrdilər, ağalar. Ağalardan heç xəbər Ben de yox. bir defa canlı kimin nasıl bir defa. Şamil sənlə deyəsə 201 yerdə gəlmişdir. Bir defa canlı. Sovetskidə bir küçə aşağıda qalır. Biz onlar hamısı silib süpürülüb. Bunu özümüzə çox görməyənlər var. Mən dedim o zarafatı, bunu da ona, zarafat kimi həqiqətən mənə təsir edir. Evdə işləndə, telefonu götürəndə açdım. Sən yox, rüfət bıraxdı ağzından. Rüfət bıraxdı ağzından. Dedim madde yapışda benden ne yapışırsan? Dedim sənə məni salma o xarabiyədə. Seni gökte çıkardım siz. Ay sağ ol. Nərman mane olmadı, qoy danışsın. Salamat eləsin. Danış. Sağ ol. Allah canını sağlıq eləsin, həmişə görüşəyin, bunu özümüzə çox görməyəyin. Bu dünyaya qonaq gəlmişik. Bu dünyanın qonağıyıq. Elədir. Bir şeir dinlə də. Şey deyim, Hay sağ ol. yaxşı deyim də. İnsanı quş kimi gəzdirən bədən, sən demə bir zaman ağırlaşarmış. Mən bir şeyi indi bilmişəm. İnsan qocaldıqca fağırlaşarmış. Bu Rüfət Əhmədzadənin parça şeiridir. Nə gözəl, nə gözəl. 15-58 sanki değil. Ha. Şu getirsen. Başqa bir özüm yazdığımdan deyim də. Əsas odur, əsas odur. Mane olmuyor. Başlara ağı tatsan, xatirimdə qalarsan. Mənim ilk müəllimim, mənim ilk müəllimim. Yəni, oxumağı, yazmağı, tərbiyəli olmağı, ədalətli olmağı sən öyrətdin bizlərə. Mənim ilk müəllimim, mənim ilk müəllimim. Xatirimdə yaşarsan, daim sən bizim ilk müəllimim. O çok danışacak. Git sen Baş bilməm qutardım. Nərman nə mane olursan ha, Nərman. Sen dediğin bunu vurar. Oldu. Sağ ol. Bir dəqiqə üzr istəyirəm. Dedim. Deməli, hamıya söz verildi. İndi Zamalov Ulan o vaxtı qəşəng səsi var idi. Demis Rosus'un Demis Rosus'un mahnılarını oxuyurdu. O hələ belə adam oxuya bilmirdi. Bizə ləzzət edirdi. İndi ona söz veririk inşallah. Buyur. Gəlmişik dünyaya sevilək, sevək. Kədəri bölüşək, sevinci bölək. Eşqiniz olmasın əsən külək tək. Məhəbbət ürəkdə yaşasın gələk. Bizi bura gətirib cəm eləyən məhəbbətdir. Bir-birimizə olan qarşılıqlı hörmətdir. İnsan doğulandan o dünyaya gedənə qədər bir neçə maraqlı yoldaşları olur. Sinif yoldaşları, ali məktəb yoldaşları, əskəri yoldaşları, iş yoldaşları. Yeganə ünsiyyət saxlayır ali məktəb yoldaşları. Bu bizim sonuncu görüş imkanlarımızdır. Sonuncu görüş imkanlarımızdır. Yəni, Allah hamımızı xeyir işlə görüşsün. Yəni, burada maksimum səmərəli istifadə edib bir-birimizə xoş olmaq bəsləyək. Nəyə görə? Deyir ki, səbir qapını açarın axırıncı nüsxəsidir. Əgər o səbir qurtardısa, deməli qapı qırılacaqdır. Yəni, axıra qədər səbir göstəriz. Hamınıza səbir arzulayıram. Hamınıza özüm arzulayıram. Yaşımızın elə mərhələsidir ki, babalıq statusu qazanmışıq. Hər bir formada. Bugünkünə şükür. Bugünkünə şükür. Allah hamımıza can sağlığı versin. Şəxs həyatın qaydasındadır. İki övladım, şükür Allah'ın böyüklüğüne, nəvəm var. Biri Almanya'da. Allah hər birinə Neçə nəvəm var ha? 2 nəvəm var. Allah hamımızın nəvəsində, balasında xoşbəxt eləsin. Amin. Allah gəlin görüşdə bugünkü Şirin o sevgi çağları, gezdiğimiz o bağları gören hara apardı zaman o anları. Şirin sevgi çağları, gezdiğimiz bağları gören hara apardı zaman o anları. Sular kimi aktılar, şimşek kimi çaktılar, yalnız iz bıraktılar, atıp gitti o inler. Sular kimi aktılar, şimşek
dağlar, atıp getdi o yer.